Milli Məclisin sədri Sahibə Qafarova Estoniyanın Xarici İşlər naziri Margus Tsakna ilə görüşüb. Görüşdə iki ölkə arasında dostluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq müzakirə olunub. Spiker dövlətlərarası əlaqənin inkişafında yüksək səviyyəli səfərlərin və imzalanan sənədlərin əhəmiyyətini vurğulayıb. Estoniyaya etdiyi rəsmi səfəri məmnunluqla xatırladıb. O həmçinin Vaşinqton görüşü və Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də Cenevrədə Ermənistan parlamentinin spikeri ilə keçirdiyi görüş barədə məlumat verib. Estoniyanın Xarici İşlər naziri Prezident İlham Əliyevlə keçirdiyi görüş haqqında danışaraq, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsinin aparıldığını bildirib. O, Estoniyanın Azərbaycanı regionda vacib tərəfdaş kimi gördüyünü və sülh prosesində rolunu yüksək qiymətləndirdiyini qeyd edib. Görüşdə parlamentlərarası əlaqələrin və beynəlxalq platformalarda əməkdaşlığın əhəmiyyəti vurğulanıb.